Qədim Türk tarixində Urmiya gölü kimi bir çox göllər, çaylar və dənizlər mövcuddur. Məsələn, İssıq gölü, Aral gölü, Seyhun və Ceyhun çayları, ən böyük göl olan Xəzər dənizi və Qara dəniz kimi. İlk əvvəl deyim ki, çaylar, göllər, dənizlər, bəzən hətta düzənliklər və pilotlar müharibəyə səbəb ola bilər və beynəlxalq münasibətləri və siyasət kursunu xeyli dəyişdirə bilər. Məsələn, 1980-88-ci illərdə Şəddül-Ərəb su yolu üzərində İran və İraqın müharibəsi. Vurğulamaq yerinə düşər ki, Urmiya gölü yalnız bütün türklərin tarixi olaraq deyil, yaxın şərq tarixi baxımından da olduqca əhəmiyyətlidir. Bu göl yanında yerləşən böyük Urmiya şəhəri qədər əhəmiyyətli bir su hövzəsidir. Həmçinin bölgə üçün də eyni dərəcədə vacibdir. Təkcə Mahabad şəhərinə qədər olan ərazidə 20 milyona yaxın Azərbaycanlı yaşayır. Urmiya bölgəsi əslində eramızdan əvvəl 7-ci minilliklərə qədər uzanan tarixi bir bölgədir. Bildiyimiz kimi qədim dövrlərdən bu günə qədər göllər və çaylar əkinçilik ərazilərinin olması səbəbindən bəşəriyyətin üstünlük verdiyi yaşayış yerləridir. Çünki bəşəriyyət kontinental iqlimdən çox, məsələn, Urmiya, Van, Göyçə, Nil, Fərat və Dəclə kimi su hövzələri olan yerlərdə yaşamağa üstünlük verir. Vaxtı ikən yaxın şərqdəki ən böyük göl olan, indi isə qurudulmuş Urmiya gölü laqeydlik yüzündən bu vəziyyətdədir. Lakin bunu demək olar ki, hamımızın bildiyi Araz çayı Urmiya gölünün yox olmasının qarşısını ala bilərdi. Araz çayı Türkiyə sərhədlərindən çıxaraq Türkiyə-Ermənistan, İran-Ermənistan və İran-Azərbaycan sərhədini təşkil edir. Yəni Araz çayından Urmiya gölünə su daşınaraq onun qurumaması təmin edilə bilərdi. Təəssüf ki, o vaxtki İran parlamenti bu layihəni rədd etdi. Layihə dediyimiz kimi Araz çayından Urmiya gölünə müxtəlif üsullarla su daşımaq idi. Hətta UNESCO da bunu dəstəkləyəcəyini bildirdi və bunun üçün 135 milyon dollar təklif etdi. 2011-ci ildə Araz çayından Urmiya gölünə suyun daşınması layihəsi qəbul olunmadıqda, həmin il Cənubi Azərbaycanın bir çox şəhərlərində dinc etiraz aksiyaları keçirildi. Dünya ictimaiyyətinin diqqəti birdən buradakı etirazlara yönəldi. Etirazın səbəbi bəlli idi. Araz çayından Urmiya gölünə su nəqlindən imtina edilməsi. Bir çoxları bunun heç bir səbəb olmadan rədd edildiyini dedi. Layihədən imtina etdikləri zaman siyasi analitikləri maraqlandıran bəzi suallar var idi. Niyə? Görəsən burada başqa bir layihə qurulur? Bu, türkləri bölgədən qovmaq planıdırmı? Hazırda deyə bilərik ki, göl tamamilə quruyub. İndi isə gölün qurumasının nəticələrindən danışaq. Bundan sonra bölgənin bütün ərazisinin şoranlaşacağı proqnozlaşdırılır. Belə olan halda sözgedən ərazidə kənd təsərrüfatı fəaliyyəti xeyli dərəcədə azala bilər. Bundan əlavə duz fırtınaları səbəbindən yalnız İran deyil, bir çox ölkə zərər görə bilər. Çünki gölün duzlu olması ərazidə tez-tez duz fırtınaları yaradacaq ki, bu da ətraf mühitin pis hala düşməsinə səbəb olacaq. Əgər bu baş versə, oradakı insanlar yaşamaqda çətinlik çəkə bilər. Çirkli hava və şoran torpaqlar onların yaşaması üçün əngəllər təşkil edəcək. Belə olan halda isə bölgədəki ən azı 20 milyon olan Cənubi Azərbaycan türkü ölkənin cənubuna doğru köç edə və orada məskunlaşa bilər. Yəni buna əhalinin seyrəkləşdirilmə siyasəti deyə bilərik. Buradakı əhali buradan köç etdiyi zaman bir-birləri ilə əlaqələrini itirəcəklər. 100 illərdir bir-birinə yaxın yaşayan insanlar belə olan halda ayrı düşəcəklər. Başqa xalqlarla qarışmasına səbəb olacaq. Qısaca deyə bilərik ki, o vaxtki İran parlamentində ekoloji fəlakəti fürsətə çevirmək istəyən bəzi ekstremistlərin olduğu da hər kəsə məlumdur və onlar Cənubi Azərbaycan əhalisindən olduqca narahatdır. Bəs hazırda nəticə nədir? Deyə bilərik ki, göl tamamilə quruyub. Araşdırmalara görə Urmiya gölü zəngin mineral ehtiyatlara sahib idi. Burada 5 milyard ton potaş, 60 milyon ton potasium sulfat, 240 milyon ton magnezium, 28 ton bromid, 250 ton lityumun olduğu ehtimal edilir. Bir vaxtlar Urmiya gölü öz gözəl təbiəti və müalicəvi özəlliyi ilə bir çox turistlərin bölgəyə gəlməsinə səbəb olurdu. Üstəlik əvvəllər sərnişin və yükdaşıma üçün gölün 6 limanı var idi. Digər tərəfdən göl və onun çevrəsində 2014-2016-cı il biomüxtəlifliliyin
Təbiətin son siyahılarına əsasən adalarda yerləşən çayları ilə birlikdə 62 növ bakteriya, 20 növ fitoplankton, 24 növ məməli heyvan, 41 növ sürünən, 212 növ quş, 7 növ amfibik, suda quruda yaşayan, 5 növ mollusk və 26 növ balıq yaşayırdı. Bu canlıların varlığı və çeşidliliyi Urmiya gölünün UNESCO tərəfindən biosfer qoruğu elan edilməsinə və Ramsar konvensiyasına salınmasına səbəb olmuşdu. Yaxın və Orta Şərqin bu təbiət incisində su səviyyəsinin azalması hələ 1984-cü ildən müşahidə edilməyə başlanıb. Həmin zaman Güney Azərbaycanlı mütəxəssislər, ictimai fəallar, sakinlər həyəcan təbili çalmağa başladı. Vəziyyət o həddə çatdı ki, hətta BMT-yə qədər müraciət edildi. Amma təəssüflər olsun ki, nə bu qurum, nə də İranın Ekologiya Departamenti tərəfindən SOS siqnalı eşidilmədi. Onu da qeyd edək ki, ötən illər ərzində yaranan bu vəziyyət və yalan vədlər Urmiya gölünün qurumasının qarşısını ala bilmədi. Bəzi ekstremist qrupların Cənubi Azərbaycanlılara göstərdiyi şovinist yanaşma Urmiya gölünü tamamilə qurutdu. Odur ki, yaxın şərqdə terroru himayə edən İrandakı bəzi ekstremist qruplar bu su hövzəsinin qurumasına etinasız yanaşması ilə ekoloji terrorun da müəllifi oldu.